Hoş gördük aziz izleyiciler. Bu günleri 27 sentyabr 2025-ci il günləri hər kəsin bildiyi kimi anım günüdür. Allah şəhidlərimizi rəhmət eləsin. Allah valideynlərinə səbir versin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun inşallah. Biz də bugün burada çəkilişlər eləyəcəyik. İstəyəcəyik ki, sizə yerində çəkilişlər verək. Allah. Ben ilk növbədə bir şəhid atası kimi, eyni zamanda tarix müəllimi kimi bütün Azərbaycan xalqını bu gün münasibətilə 5 il bundan qabaqki şəhidlərimizin anım günü münasibətilə 5 il bundan qabaq müharibə başladı və biz bugün prezidentin sərəncamı ilə bugün anım günü kimi qeyd olunur. Bütün şəhidlərimizin önündə baş əyirik, dərin hörmət və ehtiramla. Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan xalqına Allah səbr versin. Şəhidlərimiz tariximizi öz qan yaddaşı ilə yazdılar. Onlar bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı heç zaman öz torpaqlarının işğalı ilə barışmayacaq. Və son damla qanlarına can vuruşdular və torpaqlarımızın bütünlüyünü təmin etdilər. Mən bir şəhid atası kimi bütün xalqımızın, şəhidlərimizin, şəhid balalarımızın qarşısında baş əyirəm. Və bir daha əmin etmək istəyirəm ki, xalqımız, ordumuz və Müzəffər Ali Başkomandanımız heç bir zaman torpaqlarımızın bir qarışını belə düşmənlərə bundan sonra verməyəcək. Və mən əmin etmək istəyirəm ki, həm tarix müəllim kimi, həm də şəhid atası kimi, bax, yaşımın bu vaxtında torpaqlarımızın müdafiəsinə mən də qalxmağa hazıram şəhid balalarımız kimi. Şəhid balalarımız tarix yazdılar. Bugün onların il dönümüdür, 5-ci anım günüdür, 5-ci anım günüdür və xalqımız qarşısında baş əyirik. Yaşasın Azərbaycan deyirik, yaşasın vətənimiz, torpağımız və vətənimiz sağ olsun deyirik. Mən şəhid Qasımov Mirağanın atası Qasımov Hafiz. Bugün 27 sentyabr anım günüdür. Prezidentimizin sərəncamı ilə hər il 12 dekabr 2020-ci ildən sərəncamına əsasən hər il 27 sentyabr şəhidlər üçün anım günü elan olunmuşdur. Bugünkü yığıncaqlarımızda bu şəhidlərimizin anım günü ilə əlaqədar yığışmışıq bura. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qəbirləri nurladı olsun, qazilərimizə də şəfa, veteranlarımıza da can sağlığı arzulayırıq. Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət. Salam, şəhid Ağaseyni Səyyadın anasıyam. Oğlum 44 gündür Vətən müharibəsində şəhid oldu Qubadlı istiqamətində. 5 il bundan öncə 2020-ci il. Elə bu vaxtlar bizim çox bir böyük stresdə olan günümüz idi. Bu minvalla bu stresi 44 gün yaşadım. Əlhəmdülillah. Bizə bu gözəl günü bəxş edən şəhidlərimizə borcluyuz. Onlar özləri analarından, evdən, valideynlərindən, övladlarından artıq vətəni sevdilər və onlar vətən yolunda həyatlarını qurban verməyə, canlarını qurban verməyə hazır oldular. Onlar həyatlarını, sevgilərini qurban verdilər ki, vətən bütöv olsun. Bütün şəhidlərə Allahdan rəhmət, qazilərimiz də elə bizim, onlar da bizim canlı şəhidlərimizdir. Onlara da Allahdan can saflığı arzulayıram. Allah biz valideynlərə, biz analara da, atalara da səbir versin. Bu gün də gəlmişik övladlarımızı ziyarət eləməyə, anın gününü qeyd eləməyə. Çox sağ olun. Siz də çox sağ olun ki, bunu işıqlandırırsınız. Allah razı olsun. Sağ olun. Mən Cəlal Ağaşov Familin anasıyam. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah biz analara, valideynlərə səbir versin. Bu günü yaşadan bizim balalarımız oldu. 44 günlük müharibəni bizə qələbə ilə yaşadan bizim balalarımızdır. Bizim balalarımızı bu millət, bu dövlət unutmasın.
tək bugünkü günü yox, hər zaman, hər dəqiqə, hər saniyə unutmasınlar. Hamı bir millət kimi, bir insan kimi hamı bu balalarımıza borcludur. Biz analar da borcluyuz. Çünki onların sayəsində millət, bu insanlar yaşayır. Allah cəmi şəhid balalarımızı ruhunu şad eləsin, məqamını uca eləsin. Allah səbir versin. Bundan artıq nə deyə bilərim? Allah səbir versin. İlk öncə salamlayıram mən bu günləri hər bir kəsi. Mən özüm Vətən Müharibəsi əlili Abbasov Aydın Qabilov. Deməli, bu günlər bizim tarixi bir günümüzdür. O tarixi günümüzdür ki, bu tarixi günü şəhidlər öz qanları ilə yazıblar. Biz şəhidlərə əbədi borcluyuz. Mən onların valideynlərin qarşısında baş əyirəm. Şəhid ailələrin qarşısında baş əyirəm. Allah rəhmət eləsin, Allah səbir versin. Şəhid Rəvan mənim cəbhə yoldaşımdır. Bizim uşaqlığımız bir yerdə keçib. Mən onu itirdim. Düzdür, o şəhid oldu, onun məqamı ucadır. Bizim şəhid analarımızın deməli, bir gözü yaşlıdır, bir gözü gülür. Amma bilsinlər ki, bizim şəhidlərimiz tarix yazır. Onların məqamı ucadır. Bu vətən, bu millət ağ günə çıxıbsa bizim şəhidlərimizin sayəsində, qazilərimizin, hərbçilərimizin. Mən hər bir şəhid ailəsinin qarşısında baş əyirəm. Allah rəhmət eləsin, Allah səbir versin, Allah bizim prezidentimizi qorusun. Allah bizim millətə bundan sonra yaman gün göstərməsin. 27 sentyabr 2025-ci il. Bütün şəhid ailələrinin, qazilərin, Cənab Ali Başkomandanı salamlayıram. Bugün bildiyiniz kimi 27 sentyabr Azərbaycanda anım günü keçirilir. Biz də Cəlilabadda olaraq şəhid ailələri, qazilər gəlib şəhidlər xiyabanında şəhidlərimizi andıq, dualar elədik, ziyarət elədik. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Rəvan mənim həm qardaşım oğlu idi, həm mənim avuşumda böyümüşdü. Vətən müharibəsində Rəvan könüllü gəlmişdi. Rəvanın bir dənə mövqeyi var idi. Rəvan mövqeyli döyüşçü idi. Rəvan atəşkəs dövründə 23-cü postda, Ensaylı hərbiçilərin 23-cü postunda 70 metrə məsafədə 23-cü postda post başçısı idi. Vətən müharibəsindən sonra sentyabrın 30-unda görüşdük. Qarabağ torpağında artıq biz irəliləmişdik. Rəvan orada mənə bir vəsiyyət elədi. Dedi, əmi, yaralansam, qazi olsam, mənim toyumu sən edəcəksən. Amma şəhid olsam, mənim məzarımın altdan üzü yuxarı yazdırarsan ki, bəylik otağın mübarək əmsinin balası. Əziz şəhid ailələri, Allah sizə səbir versin. Bugünkü gün 5 il keçməyinə baxmayaraq anım günüdür. Hər bir Azərbaycan vətəndaşının, hər bir cənab prezidentimiz demişkən, dövlət, qeyri-dövlət, rəsmi, qeyri-rəsmi, hər bir vətəndaşın boynunun borcudur. Bugünkü günü qeyd eləsin. Bugünkü gün hər bir Azərbaycan vətəndaşının qəlbində vətən yanğısı olmalıdır. Bugünkü gün bizim bütöv Azərbaycanda bizim yaşamağımızın, canın, qanın qurban verən əlbəttə ki, bizim şəhidlərimizdir, qazilərimizdir. Hər bir Azərbaycan vətəndaşı boynunun borcudur şəhidlər xiyabanını ziyarət etmək, şəhidlərin məzarını ziyarət etmək, şəhid ailələrini ziyarət etmək. Əlbəttə ki, 26 sentyabr mən yuxumda gördüm ki, Rəvan gəldi, görüşdüm. Çox səmimi görüşdüm. Dedim, gedirəm, yenə gələcəm. Dedim, Rəvan, bundan ikinci dəfə sən məni aldadırsan. Döyüşdə də məni aldatdın, məni tək qoydun. Sən uca məqama ucaldın. Ən şərəfli, şəhidlər ölmür, amma bizim dilimizdə ən şərəfli şəhadətdir şəhid.
Hasrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dininize vatan nağmesi. Din diyanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, göçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Fikirler şimdi kim korumalı topları? Gül,
Hamının anası da, başlı da, namusu da, gayreti de bu torpaktır. Bu torpaktan kim kalacak? Merdi meydana kalacak. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Yarının gözleri her an intizarda. Vətənin oğlusan, vətənin bugün darda. Ananın fəryadı duyulur oğlum arda. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Bütün dünyaya nümayiş ettir. Şehit balam, cavan balam, ay balam, kanı ve geltam oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, Nənün Zəhra deyərsən lay lay balam. Nənün Zəhra deyərsən lay lay balam. Şəhid balam, qarənləcək balara, çox ah çəkib, çox cigəri dağlara. Qoyub qabağıma gecə şəklimi, səhərədək qucaqlayıb bağlaram. Şəhid balam,
cavan balam, ay balam, qanı və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, mənim Zəhra deyərsən lay lay balam, mənim Zəhra deyərsən lay lay balam. Şəhid balam, görsəm səni yuxumda, səslər yenə ana ana yuxumda, öpümüzü qucaqlayım boynunu, nə haldayam deyim sənə yolunda, deyim sənə yolunda. Şəhid balam, cavan balam, ay balam, qanı və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, mənim Zəhra deyərsən lay lay balam, mənim Zəhra deyərsən lay lay balam. Şəhid balam, hələ üzük taxmadım, adaxlığın sürətinə baxmadım. Ay tuşların kimi toy otağında, əllər və toy hənası yaxmadım, toy hənası yaxmadım. Şəhid balam, cavan balam, ay balam, qanı və qəltan oldun yaman, vay balam. Qonaq oldun Kərbəla şahına, mənim Zəhra deyərsən lay lay balam, mənim Zəhra deyərsən lay lay balam. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz.
Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dilinize vatan nağmesi. Dindi yanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlı godunda yanan oldunuz. Göçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlı godunda yanan oldunuz. Göçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Şimdi kim korumalı torpağı? Gün hamının anası da, başlı da, namusu da, gayreti de bu torpaktır. Bu torpaktan kim kalacak? Merdi meydana kalacak. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır, sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama,
yarım ağlama. Oğlun şehit oldu, yarım ağlama. Yüreği dağlama, qəbrim nurla doldu.